Həmən kilsələrin 80%-i 1905-1911-ci ilin iyun ayına qədər Rusiya Pravoslav Kilsəsi tərəfindən zorla Erməni Qırqaryan kilsəsinə verilib. Həmən o prosesdir ki, Udin kilsəsi verildi zorla Erməni Qırqaryan kilsəsinə və beləcə Udinlər məcbur oldular Erməni soyadlarını götürməyə, yanla qutaran soyadları götürməyə və məcbur oldular ki, Erməni kilsələrində, amma öz dillərində ibadət etməyə. Casusluq məsələsində, bax, mən bunları niyə deyirəm? Verbovka, klassik verbovka, klassik tovlama, klassik casusluğa vadar etmə 3 əsas elementdən ibarət. Pul, ideya, şantaj. Bu zavallılar ki tutulublar, onların əksəriyyəti indi ideologiyadan danışacaqlar, ideya, hay, huy, ay şəriət dövləti, ay filan, ay fəsməkən, hamısı pul aşiqləridir. Əvvəlcədən pul alırlar, biz sizə işləyəcəyik deyirlər və sonra da işin üstü açılır. İnşallah bütün işlərin üstü açılacaq. İnşallah. Casusluq məsələsinin biz ümumiyyətlə aradan götürmək istəyiriksə, vətənpərvərlik təbliğatını yox, vətənə sevgi ideyasını biz daha geniş yaymalıyıq. Üstəlik, gənclərimiz arasında maariflənmə işini gücləndirməliyik, xaricdən gələn təhdidlərlə bağlı. Maariflənmə dedikdə, mən o günləri qeyri-hökumət təşkilatları forumunda iştirak edirdim. Mən həm də bir qeyri-hökumət təşkilatının rəhbəriyəm, həm də ki, ictimai platformanın rəhbəri, həm də iş gördüyüm işlərdən biri də budur. Çox qəribə bir şey vardı. Orada mən bir şəxs gördüm ki, 2 il 6 ay bundan əvvəl həbs olunmuşdu, asfalta yıxmışdılar onu, şalvarını ıslatmışdı və indi həbsdən çıxan adamların cəmiyyəti inteqrasiyasından danışır. Amma o asfalt üzərində olan maye qurumamış, bunu yenidən tutdular. Səndə bu orden medal paylayırmış. Dədə Qorqud ordeni, Babək medalı satırmış. Birini də Eldar Quliyeva veriblər, aparıb asıb Berdi Məhəmmədovun yaxasından. Yazıq Berdi Məhəmmədov, yazıq. Nə bilsin ki, kimdir bu və niyə asıb? Deyə Dədə Qorquddur da. Bizim ortaq babamızdır, türkmənlərlə bizim ortaq babamızdır. Biz qardaşıq. Digər bir məsələ ondan ibarət. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına dəstək agentliyi yetərincə yaxşı iş görür. Amma bizim QHT formatında işləyən bəzi dostlarımız Bakıda yığırlar dostlarının, tanışlarının başına, şəkil çəkirlər, video çəkirlər və deyirlər tədbir keçirdik. Və yaxud da şəkilləri alırlar əllərinə, harasa gedirlər, Nürnbergdə Azərbaycan həqiqətlərini yaydı. Harda səfirin yanındakı küçədə. Bax, bəla budur. Hər şeyi biz görüntü naminə etməməliyik. Real iş görməliyik. Real iş görmək istəyir. Kimdən öyrənməliyik? Farslardan və Yahudilərdən. Farslar sakit işləyirlər. Səssiz. Ağa, fədayət şəvəm, qurban şəvəm, ağa buyurasız deyə xəncər itiləyirlər. Yahudilər ondan da səssiz işləyirlər. Bugün amma birini Türkiyədə yaxalayıblar Mossad agentini. Böyük bir əməliyyatla. Onun başına, elə yaxalandığı küçədə o səkidəki daş düşsün, elə agentin başına. Mossadın başına da demirəm nə düşsün, gedib acından günorta duranın birini tapıb $4000 veriblər ki, get Fələstinli aktivisti 4 gün izlə. Özdə kriptoyla veriblər, o da ki, yəni onu müəyyən etməyə də var şey. Bu izləməyib, gedib 1-2 dənə telefonla şəkil çəkib, sonra deyib alınmır, pulu alandan sonra. Və pulu verən adam da hara lazımlı məlumat verib ki, bəs bu dəyyus bizi aldadıb. Onu tək casusluqda yox, maliyyə fırıldağında və yalancılıqda. Adını da dəyişib, əvvəlcədən yəni fırıldağın içərisində olub. Əziz dostlar, bəyənin auditoriyamız genişlənsin. Buyurun, Erşin bəy, davam edin. Məsələ burasındadır ki, Azərbaycanda ideoloji baxımdan casusluq eləyənlər özləri də eləyir, ideoloji baxımdan, biz beləyik, biz cəmiyyətə qarşı belə eləyirik, hamısı boş söhbətdir. Hamısının kökündə tamah yanır. Dövlət Təhlükəsizlik Xidməti bununla bağlı operativ əməliyyat tədbirləri keçirir və çox effektiv şəkildə işləyir. Mən deməzdim 100% ideal. 100% ideal dünyanın heç yerində yoxdur. Amerikanın özündə belə yoxdur. Əgər Amerikada Trumpa ateş açırlarsa, əgər Amerikada məşhur bloger və aktivisti qətlə yetirirlərsə, əgər Fransada prezident məcburdur böyük mühafizə ilə gəzsin, əgər İsrailin özündə Benyamin Netanyahunun hara gedəcəyi 20 dəqiqə əvvəl yalnız açıqlanırsa, terror ümumbəşəri bir bəladır.
Casusluk ümumbəşəri bir bəladır. Sadəcə olaraq gənclərimiz bilsinlər ki, bizim bir vətənimiz var. Gənclərimizə vəd verənlər ola bilər. Sosial şəbəkələrdə onları dilə tutaraq yoldan çıxarmağa çalışanlar ola bilər və var. Ola bilər, yox, var. Onları novarçılığa, Qarabağ məsələsində psevdo sosial məsələləri qabartmağa vadar etmək istəyirlər. Çox incə işləyirlər, çox incə. Məsələ nədir? Özlərini müstəqil jurnalist adlandıran və müstəqil təhqiqatçı adlandıran bir qrup şəxs Qarabağda gedən bərpa, rekonstruksiya işlərini tamamilə saxtakarlıq, korrupsiya, yeyinti kimi qələmə verir. Onlar bildirirlər ki, Qarabağdakı münbit torpaqların hamısı hakimiyyətin əlindədir. Evlər hamısı keyfiyyətsizdir. Ora köçənlərə həyətyanı sahə verilmir və s. və s. İş yeri yoxdur, bəli. İndi gəlin bu məsələni biz vicdanla araşdıraq, ədalətlə araşdıraq. Birincisi, həyətyanı sahə niyə verilmir, əzizlər? Həyət sahənin verilmə məsələsi hələlik torpaq kadastri tərəfindən araşdırılır və bu iş görüləcək. Həyət sahə, ora köçən əzizlərimizə, qardaş bacılarımızın hər birinə veriləcək. Mümkün deyil ki, ora köçən şəxs həyətyanı sahəsiz qalsın. Kim fermer təsərrüfatından məşğul olmaq istəyirsə, buyursun. Yeyinti halları olacaqmı? Təbii ki, korrupsiya olacaq. Təbii yeyinti halları olacaq. Bu hallar varsa, mütləq ictimailəşdirmək lazımdır. Kimliklə məsələ. İkinci bir məsələ, kənd təsərrüfat özəl, fərdi kənd təsərrüfat fəaliyyəti məsələsidir. Təsəvvür edin ki, mən sizinlə birlikdə köçmüşük Zəngilana ya Kəndbəcərə. Hərəmizdə 100 hektar torpaq var və əkin biçinlə məşğul. Məhsul yığmışıq. Nə edəcəyik o məhsulu? Nə işlə məşğul olacaq o məhsulla? O məhsulu biz hara aparacaq? Məcburuq ki, bazara aparaq. Və bu bazara aparılması məsələsi bir qədər qəliz məsələdir. Sonra müxalifət adlandırılan, amma müxalifət deyil. Gəlin, real müxalifətin üstünə kölgə salmırıq. Heç kəs hakim partiyanın üzvü olmaq məcburiyyətində deyil. Heç kəs bir mənalı şəkildə iqtidarı dəstəkləmək məcburiyyətində deyil. Heç iqtidar özü də bunu istəmir. Məsələ buradadır ki, deyirlər, sonuncu argument. Qarabağ aldıq, hə nə olsun, Şuşaya, Kəlbəcərə, Qubadlıya icazə ilə gedib gəlirik. İstədiyimiz vaxt gedib gələ bilmirik. İndi bir anlıq təsəvvür eləyək ki, bütün qadağalar götürülüb. Yoxdur, heç bir qadağa yoxdur. Hər kəs istədiyi an avtomobilə otura bilər. Avtomobili olmayan taksi tuta bilər, gedər Qarabağa. Getdilər. Nəzarət yox, istədikləri yerə gedirlər. Təbii ki, hər kəs nə istəyəcək birincisi? Əzlərinin məzarlarına baş çəksin, dağılmış evlərinin olduğu yerə baş çəksin. Və indi bir anlıq düşünün ki, mina qurbanlarının sayı nə qədər artacaq?